Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyent izləyicilərimiz, hər birinizi xoş gördük. Sizlərə Qaraqoyunlu hökmdarı Cahanşah haqqında hazırladığım izahı təqdim edəcəm. Çünki test imtahanında bu hökmdar haqqında suallar daha çox düşür. Həm də abituriyentlər bu suallarda daha çox çətinlik çəkir. Çünki doğrudan da hökmdarın hakimiyyət illərində bir çox qarışıq məqamlar var ki, onlar isə diqqətlə izləyin, izah edəcəm bir-bir. Qeydlərinizi almağı unutmayın. Deməli, Cahanşahın hakimiyyət illəri 1436-1467-ci illəri əhatə eləyir. İlk öncə başlayaq. Təbriz yaxınlığında baş verən döyüş 1435. Bu döyüşdə Teymuri Şahrux qalib gəlir, Qaraqoyunlu hökmdarı Qara İskəndərə və hakimiyyətə dövlətin banisi Qara Yusifin kiçik oğlu Cahanşahı gətirir. Deməli, Cahanşah Teymurlərin vassal kimi fəaliyyət göstərir, hansı ki Şahruxun ölümünə kimi. Şahruxun ölümündən sonra isə, yəni 1447, müstəqil siyasət yürüdür. Hətta Teymurlərlə mübarizəni də sonraki illərdə davam etdirəcək. Baxaq. 15-ci əsrin 50-ci illərində Teymuri şəhzadələri arasında daxili çəkişmələr görürük. Bundan istifadə edərək İranın mərkəzini, şərqini, Əcəm İraqını, bundan başqa İsfahan, Qum, Yəzd, Kirman bu kimi əraziləri ələ keçirir. Və Heratı tutaraq, yəni Herat haradır? Teymurlərin paytaxtı 1458. Teymurlərin taxtına əyləşdiyini görürük. Lakin hökmdar ölkədə olmadığı zaman əmirlərin də dəstəyi ilə oğlanları mərkəzi hakimiyyət əleyhinə qiyam qaldırır. Həsənəli və Pirbudaq. Həsənəli Təbrizdə, Pirbudaq Bağdadda. Hökmdar məcbur olur, sülh bağlayıb geri qayıdır. Söhbət gedir Herat barışığından 1459, testdə daha çox düşən illərdəndir. Teymuri hökmdarı kimdir? Əbu Səid. Bu da sual olaraq düşə bilər. Baxın, Teymurilərdən təzminat aldığını da görürük. Bəli, qayıdır, qiyamları yatırdır. Bu belə. Daha sonra Ərdəbil hakimliyi. Səfəvilərin Ərdəbil hakimliyi ilə də mübarizəsi var. Çünki Səfəvilərin artan nüfuzu hökmdarı narahat eləyir. Cahanşahın hakimiyyəti dövründə Şeyx Cüneyddir. Ondan tələb edir ki, Ərdəbili tərk etsin 1449-da. Cüneyd sonraki illərdə qüvvətlənir və 1460-da Şirvana, Dağıstana yürüş edir. Bu zaman Cahanşah Şirvanşah Xəlilullaha yardım göstərir. Söhbət gedir Samur döyüşündən. Döyüşün adını bura qeyd edin. Biz 1435-də Şirvanşahlar dövlətinin Qaraqoyunluya qarşı Teymurlərlə ittifaqda olduğunu gördük. Amma Samur döyüşündə Şirvanşahlar Qaraqoyunlularla müttəfiqdir. Deməli, Şirvanşahlar dövləti ilə münasibətlərdə gərginlik aradan qalxıb. Bundan başqa, Cahanşahın dövləti möhkəmləndirmək üçün gördüyü tədbirləri diqqətlə izləyin. Oturaq əhaliyə arxalanır, hərbi islahat keçirdi. Bu başqa hökmdarlarla oxşar cəhət kimi düşə bilər. Məsələn, oturağa arxalanması Hülaki hökmdarı Qazanxan, Ağqoyunlu hökmdarı Gödək Əhməd və s. Eyni zamanda hərbi islahatda. Və Osmanlılarla münasibətlərdə dostluq münasibətlərinin daha da inkişaf etməsi. Osmanlı sultanı Fatih II Mehmet Cahanşahı Ərəb Əcəm xaqanlarının sultanı, Türk və Deyləm sultanlarının sahibi kimi adlandırıb. Bu çox önəmli bir məsələdir. Və Cahanşahın Kiçik Asiyada əsas rəqibi kimdir? Ağqoyunlular. Bayandurlara qarşı mübarizədə uğur qazana bilmir. Bəli, 1467-də Muş döyüşü baş verir. Qaraqoyunlu Həsən bəy Bayandurlu Cahanşahı məğlub edərək öldürür. Bu dövlətin süqutu deyil, tənəzzülünü sürətləndirir. Dövlət 1468-də süqut edir. 1468. Son hökmdarı da Həsənəli. Deməli, Uzun Həsən Həsənəliyə qalib gələrək Təbrizi tutur, dövləti dağıdıb, onun yerində Ağqoyunlu dövlətinin əsasını qoyur. PDF qruplara göndəriləcək. Rəy bölməsində hər hansı bir sualınız olsa gözləyirik. Və beləliklə dəyərli abituriyentlər, sizə yaxınlaşmaqda olan blok imtahanında bol-bol uğurlar, motivasiyadan düşmürük. Yorulmadan çalışırıq, çox az vaxtımız qalıb. Və hər hansı bir sualınız olsa, yenə də deyirəm, rəy bölməsində yazarsınız, cavablandırılacaq. Hələlik.